nədənsə adı hallanılmayan Fazıl Qəzənfəroğlu'nun Ramiz Mehdiyev haqqında fikirlərini sizin üçün oxumaq istəyirəm. Qısa ixtisar. Fazıl Qəzənfəroğlu deyir: Cənab Ramiz Mehdiyev bəzən təsəvvür olunduğu qədər mühafizəkar bir obraz deyil. Bir çox məsələlərdə onun baxışı hakimiyyətdə təmsil olunan gənc insanlardan daha mütərəqqi baxışdır. Elmi cəhətdən daha sağlam baxışdır. Ramiz Mehdiyevin baxışı elmiymiş. Elmlər Akademiyasını deyirlər, Ölümlər Akademiyasına döndərən adamdır. Bu baxımdan onun dövlətin bugünkü inkişafında, mövcudluğunda kifayət qədər böyük rolu var. Çünki administrativ bir aparatın idarə olunması olduqca mühüm məsələdir. Burada müəyyən dərəcədə bütün sistemin normal işlənməsi çox çətin məsələdir. Bu yükün altından qalxmaq ağır işdir. Məncə, Azərbaycanda Ramiz Mehdiyev faktoru kifayət qədər siyasətdə önəmli faktorlardan biridir. Mən də yubileyini təbrik edirəm, hesab edirəm ki, ölkə prezidentinin ona yüksək tərtibi verməsi də çox müsbət bir hadisədir. Həmin vaxtda yada salım ki, İlham Əliyev Ramiz Mehdiyevə şərəf şöhrətini ordunu